Deyir ki, insanların psixologiyasını sonradan pozurlar və sonra gəlirlər ki, sən psixoloji xəstəsən. Sən nəsə bir şey düşünəmirsən, nəsə bir şeyi dərk edə bilmirsən. Əslində səni kim psixoloji xəstə edib? Sonradan ailə qurduğun, yoxsa evindən ailənmi? Və bunu dərk etmədiyi təqdirdə sənə baskı təzyiqlər gəlir. Və zamanla da psixoloji xəstəliyin başqa formatı çevrilir. Takıntı, bipolyar pozuntu, günün yarısı deyib görürsən, yarısını sonra pissən. Və başqasıyla sevgi münasibətləri qurursan, ona da təsir etməyə başlayır artıq sənin psixoloji xəstəliyin. Bəzən təkliyin, bəzən çoxluqda yoxluğun, hər şey. Və nəticə etibarilə də heç zaman çalışın bir problemi həll etmədiyi təqdirdə başqa bir düşüncə tərzinə yönəlməyin. Olmayacaq. Çünki beyin yorulub bəzən və sizi siz edən insanla daima axıra kimi olun ki, həyat tərzinizdə